Bax biz hamımız, əl-ayağımız yerində, əlhamdülillah, Allah bizə göz verib, qulaq verib, düşünmək üçün ağıl verib. Ağıl sağlığımız da yerində. Bəs niyə dinimizi öyrənmirik, qardaşlar? Bir kitab üzü açıb oxumuruq. Heç mi maraqlı deyil? Axı bəs bizim əbədi həyatımız bundan asılıdır. Gedin, baxın, qəbirstanlıqlar sizin yaşınızda insanlarla doludur. Elə sizin öz yaxınlarınızla doludur. Nə qədər olar axı bu barədə danışmaq? Eyni şeyləri deyə qalmışıq. Mövzunu dəyişib irəliləyə bilmirik. İllərlə namaz qılan adamlar elementar, sadə suallar verirəm bir-birinin üzünə baxıb qalırlar. Heç kəs cavab verə bilmir. Nə vaxta qədər belə davam eləyəcək axı? Bu ümmət əvvəl-axır dizlərinin üstündən qalxmalıdır ya yox? Allahın kitabına, Allah Rəsulunun sünnəsinə qayıtmadan bu mümkün deyil. Quran-ı Kərim bizim gözümüzün nuru olmadığı sürəcə bu mümkün olmayacaq. Səhər oyandığımızda yadımıza ilk telefon yox, Quran düşmədiyi sürəcə bu mümkün olmayacaq. Allah Quran-ı Kərimində buyurur ki, Peyğəmbər, ey Rəbbim, bu qövmüm Quranı tərk etdi deyəcək. Sübhanallah, bundan qorxulu nə ola bilər axı? Müsəlmanlar Quran oxuya bilmir. Bura həccə, ümrəyə gəlirlər, Quran oxuya bilmirlər. Ramazan ayı Quran ayıdır. Quran-ı Kərim nazil olan aydır. Amma Ramazanda Quran oxumaq kiminsə ağlının ucundan keçirmi? Xeyr, hər kəs iftar təlaşına düşür. Sanki Ramazan ayı böyük bir ziyafət gecəsidir. Kiminin 20 yaşı var, kiminin 30, 40, 50, 60, hələ də Quran oxuya bilmirlər. Bəs nəyə xərcləmisiniz bu qədər vaxtı? Hələ də vaxtınız var, qardaşlar. Nəfəsiniz gedib gəlirsə, deməli hələ də bir şansınız var. Elə indi, bu dəqiqə öyrənməyə başlayın. Sabaha, birisi günə, birinci günə qoymayın. Elə indi başlayın.